Bilirsiniz, cənab prezident, biz danışırıq və mən sanki susamışam. Yanımızda çay var. Bilirəm nəyi nəzərdə tutursunuz. Bilirəm. Bayaqdan ona baxıram. Sizin şərəfinizə. Sizin şərəfinizə. Həqiqətən də ləzizdir. İlk dəfədir ki, Azərbaycan çayının dadına baxıram. Doğrudan? Bəli, stəkan çox gözəldir. Bunun nə olduğunu bilmək istəyirəm. Bəli, bu milli stəkandır. Bilirsiniz, onun forması zənnimcə armuda bənzəyir. Beləliklə, stəkanın forması əslində çayın isti qalması üçün nəzərdə tutulub. Çünki adətən biz çayı çox qaynar içirik. Beləliklə, çay soymur. Stəkanın bu forması aşağı hissəni qaynar saxlayır. Anladım. Əlbəttə ki, bu forma dada əlavə rəng qatır. Lakin mən Çində çayın o qədər də qaynar verilmədiyini görmüşəm. Bu elədir? Bizdə də çay çox qaynar verilir. Ola bilsin ki, siz qonaq olduğunuz üçün onlar sizə zərər dəyməsin deyə çay qaynar vermirlər. Çünki çox nəzakətli və ehtiyatlı davranırlar. Lakin çay nöqteyi nəzərindən bizim çoxlu oxşarlıqlarımız var. Məsələn, hamımız çay içməyi sevirik, lakin fərqli bir təamlarla. Bu da bizi bir çox məsələlərə gətirib çıxarır. Bilirsiniz, qədim İpək yolu, məsələn, mən o haqqında danışa bilərəm. Ya da biz xalqlar arası mübadilələr, turizm haqqında danışa bilərik. Bilirəm ki, ölkəniz artıq bir ildir ki, bir tərəfli olaraq Çinli turistləri viza almaq tələbindən azad edib. İndi isə bu səfərdə bizimlə ən son xəbərləri paylaşmaq istərdinizmi? Bəli, bugün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir. Bu qarşılıqlı addımı atdıqları üçün Çinli dostlarımıza minnətdarıq. Siz də düzgün qeyd etdiyiniz kimi, keçən il biz bir tərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Bu ilk dəfədir ki, baş verir. Azərbaycan ilk dəfədir ki, xarici ölkəyə qarşı belə bir təşəbbüslə çıxış edir. İlk dəfədir ki, bir tərəfli qaydada. Deməli, Çinə həqiqətən də xüsusi münasibət göstərilmişdir. Bəli, bu doğrudur. Adətən biz bunu həmişə iki tərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu bir tərəfli qaydada etdik. Bugün həmçinin həmkarlarımla avia reislərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və 7 avia reis həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, 2 dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram ki, bu rəqəm artacaq. Bugün mən öyrəndim ki, 150 milyon Çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1% Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq. Çünki əlbəttə biz turizm sektorumuzu inkişaf etdirmək istəyirik. Bizim coğrafi üstünlüklərimiz var. Xəzər dənizi, Xizək kurortları, meşələr və çaylar və hətta yarım səhra ərazimiz var. Ona görə də hər kəs zövq almaq üçün bir məkan tapa bilər. Bundan əlavə çox yaxşı mətbəximiz, qonaqpərvər insanlarımız var. Sadəcə olaraq biz özümüzü təqdim etməyə, ölkənin təqdimatını etməyə və sözsüz ki, dost ölkələrlə viza rejimini aradan qaldırmağa ehtiyacımız var. Bugün həqiqətən də tarixi gündür və Azərbaycan vətəndaşları üçün çox yaxşı xəbərdir. Çünki onlar sadəcə olaraq bilet alıb Çinə gələ bilərlər.